2022-2025-ci illərdə Vəkillər Kollegiyasının üzvü olmuş İbrahim Hüseynov həbs edilib. Bölgə TV xəbər verir ki, Qafqaz İnfonun əldə etdiyi məlumata görə 38 yaşı keçmiş vəkil Cinayət Məcəlləsinin 178.2.4-cü xeyli miqdarda ziyan vurmaq halda ələduzluq maddəsi ilə məsuliyyətə cəlb olunub. Binəqədi rayon məhkəməsinin hökmü ilə o 2 il həbs cəzasına məhkum edilib. Araşdırmalarla müəyyən olunub ki, İbrahim Hüseynov 2024-cü ildə həbs edilmiş vətəndaşın ailə üzvlərindən həmin şəxsin azadlığa buraxılması müqabilində 44 min manat pul alıb. Lakin Hüseynov verdiyi vədə əməl etməyib. O, narkotik ittihami ilə tutulan Şahbazov adlı şəxsi azadlığa çıxara bilməyib. Bundan sonra həmin şəxsin ailə üzvləri polisə müraciət ediblər. İstintaq müddətində İbrahim Hüseynov aldığı pulun 18 min manatını geri qaytarsa da böyük hissəsini verməyib. Qeyd edək ki, Hüseynov Güvən Vəkil Bürosunun vəkili kimi işləyib. Vəkillər Kollegiyasının mətbuat xidmətindən saytımıza bildirilib ki, həmin şəxs Rəyasət Heyətinin 25 noyabr 2025-ci il tarixli qərarı ilə kollegiya üzvlüyündən xaric edilib. Rəna Rövşənqızı, Bölgə TV.